Və həmçinin bəzən məsələn kimsə hər hansı bir xata edir, düzgün olmaya hərəkət edir və bilirsən ki, o səndən qəbul eləmir. Səndən qəbul eləmir. Əsas məsələ nədir? Yəni o insanın o pis işdən çəkinməsidir. Yəni bilirsən ki, filan kəsin sözünü qəbul edəcək, o filan kəsə deyirsən ki, ona nəsihət eləsin. Amma bəzi insanlar, elə insanlar da var ki, illa ki özü deməlidir. Və o dediyi zamanda da fəsad daha çox olur. Yəni artıq bu insan xeyir istəmiş sayılmır. Ona görə bu məsələlərdə gərək, yəni bu insan həqiqətən, yəni həm qəlb məsələsi var, xeyir istəməlidir və xeyir istəməklə yanaşı, yəni gözəl şəkildə yanaşmalıdır və həmçinin təklikdə olmalıdır. Yəni bunlar ümumiyyətlə bu barədə yəni yazılıb kitablar, insan necə dəvət eləməlidir, necə izah etməlidir, necə nəsihət eləməlidir. Yəni çünki İbn Qayyim rahimehullah buyurur ki, insanın qəlbində olan niyyətə görə, yəni o xeyir istəməsinə görə Allah Teala tərəfindən insana yardım gəlir. Yəni insan onu edərkən niyyəti nədir? Hələ olub ki, Şeyx Nubazla bir bidətçilərin böyüyü danışır və Şeyx Nubaz ağlayır. Yəni neçə nəfərlə bu mübahisə eləyib, heç kimi qəbul eləməyib. Və Şeyx da belə baxanda ondan böyük bir şey danışmır. Və təəccüblə nəyə görə ağlayır? Deyir ki, sənin halına ağlayıram. Və səbəb olur onun hidayətə gəlməsinə. Yəni ona görə ki, insanda yanğı olmalıdır ki, mən necə onu çıxardım. Birisi deyir ki, mənlə dostum deyir, bir-birimizin deyir, pul qablarını deyək ki, araşdırdıq, yoxladıq və onun kaşlokundan bir kağız çıxdı. Mənim adım yazılmışdı. Mənim adım yazılmışdı ki, hər hansı bir yetimin himayə götürülməsi. Deyirəm ki, bu nədir? Deyir ki, sənin adından deyir, filan yetimi himayə edir. Ona baxır. Yəni, savab buna geçsin deyə. Deyir, bu nə qədər vaxt? Deyir, filan ildən, nə qədərsə vaxtı. Deyir, niyə görə? Deyir, istəmirəm, sən cəhənnəmə düşəsən. Yəni ki, dostlardır. Yəni, gör, necə məsələn, xeyir istəməkdən söhbət edir də. Necə xeyir istəyir? Yəni, ona görə deyir ki, insanın qəlbində olan o hərisliyə görə, insanlar üçün xeyir istəməsinə görə Allah Teala tərəfindən o insanın nəsihətinə, o insanın danışığına və dəvətinə bərəkət gəlir. Ona görə sən təklikdə onu deməyim. Sən deyə bilərsən, təklikdə mən bunu cəmaət arasında deyə bilərdim, yaya edə bilərdim. Yəni, mən sən təklikdə bunu deməyim, yəni sənin üçün olan xeyir istəməyimdir. Və görürsən, ola bilər nəsihət ağır gəlir, həmən an qəbul eləməsə, sonra düşünməsinə səbəb olacaq. Ki, həqiqətən, bu mənə xeyir istəməsəydi, yaya bilərdi. İnsanlar arasında biabır da ola bilərdim. Amma bunu belə etməsi, demək, xeyir. Mən ona görə sənə o deyilən söz və qəlbdə olan niyyət, həqiqətən niyyətin olduqca böyük təsiri var. Çünki onun da qəlbi var. O niyyət vasitəsilə Allah Teala bərəkət qoyur. Ona görə insan heç vaxt o niyyət məsələsini, o xeyir istəmək, unutmamalıdır. Və bununla yanaşı da sözlər də gözəl olarsa, o yerinə düşər.